Salam, hər vaxtınız xeyir az kanal izləyiciləri. Bugün İsmaili rayon mərkəzində yol kənarında belə bir ev mülkü satışa çıxarılıbdır. Ev mülkü, yəni torpaq sahəsi 11 sotdan ibarətdir. Rayonun mərkəzidir. Hər tərəfdən yəni ictimai binalardır. Şahmat, notarus, polis idarəsi, məhkəmə, vergi idarəsi. Yəni birbaşa bütün idarələrə yaxın yerdədir. Gördüyünüz kimi obyekt eləmək olar, yol kənarıdır və daxil olduq həyətə. Həyət yanı sahəsi qeyd etdiyim kimi 11 sotdan ibarətdir. Həyətdə yəni belə əvvəl yaşayanlar burada obyekt kimi istifadə ediblər, yəni maşın təmiri yeri. Belə ev harsa qeyd edelim ki, bir 340 kvadrata yaxın yerdir. Bax belə dediyim kimi, əvvəl buradan belə obyekt kimi istifadə ediblər, maşın təmiri yeri. Və yolun kənarına 28 metr enindədir. 28 metr enindədir. Buradan burada bir sanitar qoşağı var, düzdür, uçub tökülübdür. Və həyətin digər tərəfini də göstərim. Düzdür, yaşayış yoxdur deyənə biraz baxımsızlıqdır. Bax belədir həyət. Və bu evin üstü, yəni müəyyən bir hissəsi sökülübdür. Müəyyən hissəsi qalır. Bu da yarım tikilinin içərisidir. Belə daxil olanda düzdür, otaqlar iç hissədir, biraz dolaşıq görsənir. Hal-hazırda sanitar qoşağıdır. Buradan digər otağa keçiddir, amma orada çöldə göstərdiyim kimi sökülübdür. İstifadəsizdir. Daş binadır amma. Bina daş binadır. Yəni hal-hazırda yəni üstün birbaşa dəyişib hansısa bir proyektlə eləmək olar. Evin layihəsi də var, hazırdır, kupçalıdır. Yəni hər tərəfdən ev çəkirəm, yəni məlumat olsun. Bax bu qaydada bir hissəsi sökülüb. Maraqlananlar əlaqə telefonumuza zəng eləyib ətraflı məlumat ala bilərlər. Təcili satılır.